Salam, hər vaxtınız xeyir olsun. Bugün 15 fevral 1-ci cəhd magistr imtahanına düşmüş növbəti qəbul sualına baxırıq. Tapşırıq ümumiyyətlə imtahanlarda tez-tez qarşımıza çıxan, amma çox tələbənin qarşıdırdığı zaman strukturuna aiddir. Baxırıq şərtə choose the correct tense form, düzgün zaman formasını istəyir bizdən. Bu cür test tapşırığını işləyərkən ümumiyyətlə nələr nəzərə alınmalıdır? İlk növbədə zamanların uzlaşması və düzgün zaman ardıcıllığı əsas götürülməlidir və baxırıq cümləmizə I left home at 10 o'clock, saat 10-da evi tərk etdim. Saat 10-da çıxıb, yəni bu adam. Və baxırıq ki, burada hansı zamandadır? Past simple-dadır, keçmiş sadə zamanda. Deməli, uzlaşmamız da məhz keçmiş zamana aid olmalıdır. Baxırıq variantlarda, deməli, hamısı keçmiş zamandadır. Bir dənə D variantında burada have-la verib, bu da indiki bitmiş zaman, present perfect aid olduğu üçün D variantını indidən atmış oluruq. Baxırıq cümləmiz necə olmalıdır? Saat 10-da deyir, evi tərk etdim, amma çox uzaqlaşmamışdım ki, çox getməmişdim ki, deməli, qapını bağlamağı unutduğumu xatırladım. Cümləmiz belə olmalıdır bizim. Və baxırıq ki, deməli, burada when olan hissəsində, baxın, deməli, zaman sadə zaman olmalıdır. Təbii, keçmiş zamandan danışırıqsa, onda deməli, keçmiş sadə zaman qoyacaq bu hissəsinə. Keçmiş zaman, sadə zaman necə düzəlirdi? Past simple. Biz feilin sonuna id əlavə eləyirdik. Qaydalı feillərdə, qaydasız feillərdə isə kökdən dəyişirdi. Remember, xatırlamaq qaydalı feil olduğu üçün sonuna id əlavə edəcəyik. Biz keçmiş sadə zamanımızı yaratmış olacağıq. Yəni, ortada, bu hissədə məhz remembered olmalıdır. Yəni, keçmiş sadə zamanın strukturu. Ona görə baxırıq variantlarda. A variantında had-la verib bu hissədə xeyr, bunu atırıq. B variantı, C variantı uyğundur. Y variantında yenə də ortada had-la verib onu atırıq. Qalır B ilə C variantı. İndi nəyə diqqət edirik? Baxın, bu hissədə nə deyir? Mən deyir, qapını bağlamağı unutduğumu xatırladım. Qapını bağlamağı nəzərdə tutur da. Qapını deməli evdən çıxır, düzdürmü? Qapını bağlayır, sonra unutduğunu xatırlayır da. Deməli, bu qapını bağlamaq hissəsi hərəkətin icrası yəni daha əvvəl baş vermiş olur. Ona görə də biz daha əvvəl baş verdiyi üçün keçmiş zamanda yox, keçmişdən bir zaman önə getməliyik. Keçmiş bitmiş zaman olmalıdır. Past perfect-də, ona görə keçmiş bitmiş zaman olsa bu hissəsində baxırıq ki, ikinci tərəfdə keçmiş bitmiş zaman deməli hansıdır? Qalır, çünki B ilə C variantında almışdıq. Burada isə forgot keçmiş bitmiş zaman olmadığı üçün elə C variantında atırıq. Düzgün variantımız B olacaq. Amma davam eləyək görək bu hissədə nə deyir? Baxın, deyir ki, çox uzaqlaşmamışdım ki, yəni belə deyək də, çox getməmişdim ki, bu da artıq keçmiş, bəli, bitmiş zamana girir, past perfect-ə girir. Çünki uzaqlaşır və əvvəl uzaqlaşır təbii ki, sonra xatırlayır da. Ona görə bu da hərəkətin icrası daha əvvəl baş verdiyi üçün biz burada hadn't qan verəcəyik. Çünki burada artıq təzad təşkil edir. Ona görə də inkar da verib B variantımız doğrudur. Bu qədər. Növbəti dərs izahlarında görüşənədək sağ olun.